Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə 2 sotun içində 2 mərtəbəli, təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev dəyərindən uzun satışa çıxıb, təcili çıxıb. Bunu da nəzərinizə çatdırım. Gördüyünüz kimi bura həyət yanı sahəsidir, hörmətli izləyicilər, 1 sot həyəti var. Bir dənə nəzərinizə çatdırdığım bir şey var ki, hörmətli izləyicilər, evin demək, qabaq hissəsindən, giriş qabaq hissəsindən də həyəti arxaya verib. İki tərəfdən həyətinə də çıxış var. Qabaqdan da birbaşa yola çıxışdır. Demək, qarajda var. Birbaşa maşın qaraja daxil olur. İndi təqdimatda sizə göstərəcəm. Gördüyünüz kimi evin xarici görünüşüdür. Keçən indi evin içi ilə tanış olaq. Həyətyanın sahəsini çəkirəm, diqqətlə baxın. Gördüyünüz kimi burada da belə bağ-bağça sala bilərsiniz. Yaşıllıq salmaq mümkündür. Keçən indi evin içi ilə 5 tak kürsüdədir. Evin içi ilə tanış olaq. Girən kimi burada gördüyünüz kimi dəhlizdir. Hörmətli izləyicilər, dəhlizin hardasa 2 metrdir. 2 metrdən də çox olar, 2,20 zad olar, 2,10 olar. Ev təmiri evdir. Sağ tərəfdə burada bir yataq otağıdır, hörmətli izləyicilər. Amma nəzərinizə çatdırıb mətbəx yuxarıdadır, ev sahibi belə eləyib. Buranı mətbəxə çəkib, zalla ikisi bir yer olub, yuxarının mətbəxi yəni dəyişmək olar. Gördüyünüz kimi burada qonaq otağıdır, hardasa 4-ün 6 metrə, 24 kvadrat olar. Burada qonaq otağıdır, gördüyünüz kimi aşağıda bir yataq, bir qonaq otağıdır. Bura qaraj hissəsidir. Gördüyünüz kimi bir maşın rahat daxil olub, qarajdan düşüb birbaşa evə daxil olmaq olur. Evin də yəni keyfiyyəti göz qabağında, gördüyünüz kimi təmiz 5-20'likdir, yəni qalın 5-20'dir. Ev sahibi özünə olur, 40 santimdən də atmalarını atıb. Evdə bir dənə titrəmə yoxdur, bunu nəzərinizə çatdırım. 7 deyə, hətta 7'nin 27. Bunlar lap qalınlarından, hörmətli izləyicilər. Ev sahibi özünə tikdirib deyə, ən qalın belə atmalardan atdırıb. 7'nin 27. 5'in 27 deyil. Bunu da nəzərinizə çatdırım. Bax, bayaq qeyd eləmişdim, yoldan birbaşa giriş buradan qapısıdır. Oradan da demək, qaraja daxil olursan, həyəti arxaya salıb ev sahibi. Amma bugünkü vəziyyətdə dəyərindən ucuz verilir. Bura sanitar qovşağıdır, gördüyünüz kimi. Təmiri qaydasındadır. Bu hissəsi də hamam. Hamam da gördüyünüz kimi təmirlidir. Aksesuarlar qoyulmalıdır, ev sahibi sadəcə qoymayın. Qiyməti sizə deyəcəm, bugünkü vəziyyətdə bazarda bu qiymətə, hörmətli izləyicilər, 2 mərtəbə ev yoxdur bugünkü vəziyyətdə. Çıxan kimi, bax burada da bir yataq otağı. Təmir olunub. Kombiləri alanlığa özü qoyacaq. Yəni bunu nəzərinizə çatdırın. Kombisi var, amma aksesuarların özü alacaq. Solda bir dənə də geniş yataq otağıdır. Evdə gəzirib bir dənə titrəmə yoxdur. Yəni evin həqiqətən kip evdir. Bunu da nəzərinizə çatdırın. Hər tərəfdən də pəncərələrindən tam rahat evin içində işıq düşür. Havalanmaya uyğundur. Bayaqları qeyd eləmişdim, böyük burada bir mətbəxdir. 16 kvadratlıq. Mətbəxi qeyd elədiyim kimi, bir zal, bir mətbəxi aşağı sala bilərsiniz. Buranı otaq eləyib, aşağı mətbəxi aşağıya salmaq mümkün. Sadəcə ev sahibi proyekti belə verib, dəyişmək mümkündür. Elə də bir xərci yoxdur. Ləğv eləyirsən, sistemi aşağıda çəkirsiniz, aşağı salırsınız. Buradan da balkona çıxışdır. Təsvir olursun ki, bağlıdır. Bura mətbəx hissəsidir. Burada da bir dənə yataq otağı. Təmir qaydasında. Burada bir dənə mətbəx aşağı keçiriləcək. Yuxarı 4 otaq olacaq. Aşağıda bir zak. Cəmi 5 otaq olur. Bu da 2-ci mərtəbənin sanuzeyi. Hörmətli izləyicilər, nəzərinizə çatdırdım. Bütün ev haqqında məlumatlarını sizə verdim. 2 sotun içində inşa olunub. Ev 2 mərtəbəlidir, şəxsi inşa olunmuş bir evdir. 5 otaqlı sayılır. Bunu nəzərinizə çatdırım. Bir dənə sadəcə mətbəx yuxarıda olduğu üçün aşağı salmaq lazım. Başqa bir problemi yoxdur. Bir də kombiləri indi danışıqdan asılıdır. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifələrinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz.
Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər, zəng vuran zaman evin qiyməti də nəzərdə çatdırın. Sənəd bələdiyyə sənədidir. Yəni bunu da nəzərdə çatdırın. Qiyməti 120 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa olacaq. Bir elə bir şey qeyd edelim, hörmətli izləyicilər. Böyründə bir də torpaq var. Onu da alıb qatmaq olar onun böyrünə. Yəni ayrıca həyət yaratmaq olar. Giriş kimi. Böyründə boş torpaq var, o da satılır. Onu da alıb qatmaq olar evin üstünə. Bugünkü vəziyyətdə amma evin özü 2 sotun içində 120 min start qiymətdir. Endirim olmağına da olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satana da.